Biologiya müəlliməsi Həsənova Aygül sizə 7 dekabrda olan OTK 10-cu sinif sualının izahatını vermək istəyirəm. Gəlin başlayaq. Deyir, adi müb haqqında verilən mühazirələrdən hansı səhvdir? Sabit bədən forması olmur, bəli olmur. Yalançı ayaqlar əmələ gətirir, bəli gətirir. Qıcıqlama qabiliyyəti var, canlıdırsa var. İnsanın yoğun bağırsağında yaşayır, xeyr. Dizenteriya mübü yoğun bağırsaqda yaşayır, adi müb isə sərbəst həyat tərzi keçirir. İkinci, aşağıdakılar fəslənin növ sayını artmacılıqla düzün. Biz bilirik ki, zəncir mürəkkəb çiçəklərə aiddir. Ən çox növ sayı oradadır. 25 mindən çoxdur. Sarılıq otu aiddir xaç çiçəklərə. 3000-ə qədər növü var. 3000 növü var. Xanım otu badam çiçəklərə aiddir. 3000-ə qədər növü var. Hələ 3000 yoxdur. Yer fındığı aiddir badam paxlallar fəsəsinə. 17000 növü var. Qarğa gözü aiddir taxıllara. 8000 növü var. Bu ardıcılığı həll eləsək, onda ikinci sualın cavabı A variantı olacaqdır. Üçüncü sual, əgər hər il 3 sm boy atan adi toxmamırın 8 ərzində boyu 18 sm ola bilmişsə, hansı fikir doğrudur? Əgər il boyu 3 sm artıbsa, boyu 18 sm olubsa, demək bunun boyu 6 il uzanmışdır. Son 2 ildə onun boyu uzanmamışdır. 4-cü suala baxaq. Aşağıdakı cəqələrdən hansı yalnız mürəkkəbçilər fəsəsinə aid olan bitkilər göstərilmişdir? Bu elə əzbərli sualdır. B bəndinə baxanda görəcəyik ki, elə andız, astra, georgin, topinambur aiddir mürəkkəbçilər fəsəsinə. Şəbbuqulu xaç çiçəklərdir. C variantı məsələn sarı otu xaç çiçəklərdir. D variantda kartof patlıcan çiçəklərdir. Y variantında isə yenə həmçinin sarılıq otu xaç çiçəklər fəsəsinə aid olan bitkinin adıdır. Sonra 5-ci sual, protal nədir? Protal qıcının ilkin düzəltisidir. Biz demişik ki, qıcıların ilkin düzəltisi protal, mamırların ilkin düzəltisi isə protonema sayılır. Sonra baxırıq biz buradan bir dəqiqə. Bu sual yaxşı gəl. Şam ağacının sarımtı yaşıl qozalarında 12.000 hava qabarcığı var və hər bir tozcuq hissəsində 150 də tozcuq varsa, bu hissədə pulcuqların sayını tapın. Biz hələ bilmirik ki, pulcuqların sayı nə qədərdir. Aşağıda qeyd eləmişəm. Pulcuqların sayı x olarsa, bir pulcuqda 2 dənə tozcuq hissəsi olur, vururuq 2-yə və hər tozcuqda 150 ədəd tozcuq olarsa, vururuq 150-yə və hər bir tozcuğun da 2 dənə hava qanadçığı olarsa, vurub 2-yə 12.000 olacaqdır. Və buna uyğun həll edəndə görəcəyik ki, x ədədi gəlib 20 alınacaqdır. Sonra 7-ci sual, lotus yosuna aid edilə bilər. Hər hüceyrəsində bir xromatoforu olur. Xeyr, bir dənə hüceyrəsi ağ rəngdə olurdu, substratda yapışırdı. Nə nüvəsi var idi, nə də xromatoforu var idi. Xromatoforu qapaman halqa şəklində, bəli, bu düzgündür. Bütün hüceyrələr eyni qoluşludur. Xeyr, bütün hüceyrələr eyni qoluş deyil, çünki son hüceyrəsi fərqli idi. Qametləri 2 qamçılıdır, bəli, 2 qamçılıdır. Yeni fərd bilafisdə ziqotdan inkişaf edir. Xeyr, ziqot bölünürdü, 4 dənə qamçı hüceyrə əmələ gəlirdi və yeni fərd həmin hüceyrədən inkişaf edirdi. Hər yaşıl hüceyrəsində bir nüvə olur. Bəli, nüvələrin sayı qədər də xromatoforu olurdu. Ona görə düzgün cavab 2, 4, 6 olur. Sonra bu xromosomal yosunun cinsi yolla çoxalmasıdır. Biz bilirik ki, qametlərin əmələ gəlməsi, ziqotun əmələ gəlməsi cinsi yolla əlverişsiz mühitdə baş verir. Ancaq ziqotun bölünməsi isə, cavan hüceyrənin əmələ gəlməsi isə əlverişli mühitdə baş verir. Yəni 3-ün özünün əmələ gəlməsi əlverişsiz olsa da 4, 5, 6-cı mərhələlər əlverişli mühitdə baş verir. Tamam, keçid 9-cu suala. Burada bizə verib ki, 2 ədədində bakteriyaları 2 saatda əmələ gələn nəslin sayı. Biz bilirik ki, nəsil bakteriyaların sayından asılı deyil. 1 saatda 3 nəsil əmələ gəlirsə, 2 saatda 6 nəsil əmələ gəlir. Demək, buraya yazacaq 6. Axırıncı bölünməyə məruz qalan bakteriyaların sayı bir bakteriya olsaydı 2, 4, 8, 16, 32, 64 gedərdi 2 saat ərzində. Amma burada 2 bakteriya dediyinə görə biz 4-dən başlayırıq. Yəni 4, 8, 16, 32, 64, 128. Sonda 2 bakteriyadan 128 bakteriya əmələ gəlir. Yəni sonuncu bölünməyə məruz qalan isə 64-dür. Buraya yazırıq 64. Baxa 128 64-ün bölünməyə məruz qalmasına əmələ gəlirdi. Sonra bölünən bakteriyaların sayı. Bölünən bakteriyanın sayı nə idi? Sonda əmələ gələndən başlanğıcı çıxırdıq. Əmələ gəlirdi bölünən bakteriyaların sayı 128 sonda əmələ gələn idi. Başlanğıc bakteriya 2 dənə idi axı. Başlanğıcı çıxanda 126 edəcəkdi burada. Və bu müddətdə sonda yaranan bakteriyaların sayı isə yenə burada 128 qeyd edəcək və bunların biz hamısını toplayanda cavab A variantı 324 edəcəkdir. Sonra növbəti sualı oxuyaq. Nov şəkilli ağız deyir, cinsi proses deyir. Biz bilirik ki, bunların hamısı elə imsor tərlikdə baş verən prosesdir. Sonra 11-ci sual, A bitkisinin B bitkisinə nisbəti 2-3-ədir. Əgər çoxalma zamanı əlverişli şəraitdə 36 qutucuq əmələ gəlirsə, cinsi
nəsil yaradan bitkilərin cəmi neçə olar? Biz də bilirik ki, qutucuq elə dişi bitkilərdə olur. Demək, dişi bitkilərin sayı 36-dır. Cinsi nəsil soruşursa, elə cinsi nəsildə dişi bitkilərdə baş verdiyinə görə, elə 36 bitkidə də cinsi nəsil 36 cinsi nəsildə baş vermiş olacaqdır. Bu qədər. Sonra 12-ci suala baxaq. Şəkildə bizə verilib ki, gözləyin. Şəkildə bizə verilib ki, yarpaq düzülüşündə bu bitkinin yarpaq düzülüşündə en sayda boğum arası olarsa, bu hissədə maksimum neçə tumurcuq əmələ gələ bilər. Biz baxanda görürük ki, biz bu qarşı-qarşıya düzülüşdür. Nə qədər boğum arası varsa, bir vahid çox boğum olur. Çünki 2 boğum arasında qalan hissəyə biz boğum arası deyirik. Əgər en sayda boğum arası varsa, onda en üstəgəl bir sayda boğum var. Bunu 2-yə də vursaq, biz tapacağıq yarpaqların, yəni tumurcuqların sayını tapmış olacaq. Çünki qarşı-qarşıya düzülüşdür. Sonra darı toxumunun çoxalmasını bizə göstərir. Biz bilirik ki, darının əgər quru çəkisi 12 qramdırsa, toxum düzəldikdən sonraki çəkisi. Biz də bilirik ki, darı öz çəkisindən 4 dəfə az sudur. Yəni, bunun öz quru çəkisi 12 qramdırsa, 4 dəfə az 3 qram eləyəcək. Cəmi kütləsi olacaq ki, 15 qram. Demək, burada A neçə olacaq? 15-ə bərabər olacaqdır. 15-ə bərabər olacaq. A-nı da yerinə, qardağı da yerinə qoysaq ki, elə toxum düzəlindən sonra 15 qram da qarğıdalı olarsa, biz də bilirik ki, qarğıdalı öz çəkisinin yarısı qədər. Yəni, öz çəkisi x qramdırsa, yarısı sonda 5 qram, yəni o da eləyəcək 1,5 qram, bərabər eləyəcək 15-ə. Bu zaman x tapanda 15 bölsün 1,5 bərabər də 10 qram eləyəcək. Demək, qarğıdalının quru çəkisi 10 qram olmuşdur ki, o sudan da yarısı qədər 5 qram, cəmi də eləyəcək 15 qram sudmuş olacaqdır. Sonra keçək 14-cü suala. Şəkildə verilmiş rəqəmlərin yoxsul hansı hissələri göstərilmişdir. Biz bilirik ki, bir burada 2 ədəd yığılıb açılan vakualı göstərir. Burada yəni bir cavablara baxan yığılıb açılan vakualı göstərir. Qırmızı gözcüyün 3-ü göstərir. Sonra A və birinci və ikinci cavablara baxanda biz bunu görürük. Sonra nüvə 5 burada göstərir. 5 burada göstərir vakualı göstərir. 4 göstərir nüvəni. 2 də göstərir stoplazmanı. Belə bu da bu belə. Sonra növbəti suala baxaq. Papaqlı göbəklərdə üzvü qalıqları qidalandığına görə parazit edə bilər. Xeyr, şərt yoxdur ki, papaqlıdırsa bu parazit edici. Elə bir qayda yoxdur. Demək, birinci yanlış olacaq. Solğun əzva göbələyində sporlar borcuqlarda yerləşir. Xeyr, solğun əzvayda biz demişik lövhəni satın. Dərsimizdə belə demişdik. Solğun əzvay orada lövhə şəkillidir olur. Demək, borcuqlarda olduğuna görə ikincisi də səhv olur. Sonra maya göbələ təbiətdə şəkər olan mühitdə rast gəlinir. Bəli, bu düzgündür. Parazit qov göbələ ağac məhv olduqdan sonra onu tərk etmir. Bəli, əvvəlcə parazit, sonra isə saprovit yolla qidalanır. Demək, yanlış, doğru olacaqdır. Cavab B variantı. Sonra toxumun tərkibində ehtiyat qida maddələri, yəni 3-dən başlayacaq miqdarından və torpağın asılara müəyyən dərinə əkilməlidir. Biz bilirik, iri toxumlar daha dərinə əkiləcəkdir. 3-6 olacaqdır. Daha dərinə əkiləcəkdir və kiçik toxumlar isə dayaz əkiləcəkdir. Düzgün cavab C gəlir. Sonra hansı bitki şöbəsi yalnız vegetativ orqanlarda inkişaf etmiş köklərə malik olur? Biz bilirik ki, toxumdan düzələn köklər olur, əsas köklər, o da generativ orqandan çıxmış olur. Yəni deməksə ki, burada toxum yoxdur. Çılpaq toxumlarla örtülü toxumlarda toxum olduğuna görə bu cavabı götürmürük. Mamalarda, yosunlarda isə ümumiyyətlə kök yoxdur. Demək, düzgün cavab qış kimlərdə olacaqdır ki, bunlarda əlavə və yan kök olduğuna görə yalnız vegetativ orqanlardan çıxmış kök olacaqdır. Sonra hansı mülahizə səhvdir? Zigot endospermindən inkişaf etmir. Əlbəttə etmir. Zigot mayalanmış yumurta hüceyrədir. Yəni o endospermindən inkişaf eləmir. Çiqat mayalama yalnız çiçəkli bitkilərdə gedir. Bəli, bu düzgündür. Yumurtacıqdan toxum əmələ gəlir. Bəli. Rüşeyn mərkəzi hüceyrədən inkişaf edir. Xeyr. Rüşeyn spermlə yumurta hüceyrənin mayalanmasından zigot yaranır ki, zigot da bölünüb çox hüceyrəli rüşeyn əmələ gətirir ki, ona görə bu cavab səhv olacaqdır. Sonra keçək bu suala. Deyək ki, hansı bakteriyalar haqqında düzgün mühazirəni deyir. Biz bilirik ki, xemetrop bakteriyalarda xemetrop bakteriyalar hansıları idi? Dəmir, kükürt bakteriyaları xemetrofdur. Onun üçün 1-ə uyğun gələcək 1. Xlorofillə malikdir. Qırmızı, yaşıl bakteriyalar, siyanobakteriyalar fototrop bakteriya olduğuna görə xlorofillə malikdir. 2-yə 2 uyğun gələcək. Ətraf mühitdə oksigen ifraz eləmir heç biri. Bir dənə siyanobakteriyalar idi ki, ətraf mühitdə oksigen ifraz edirdi. Onun üçün 3-ə uyğun gələcək. Kimyəvi rabitələr enerjisindən istifadə
istifadə edir. Buna aid də xemiotrop bakteriyalar, yəni 1-ə 4 uyğun gələcək. Günəş enerjisindən istifadə edilən fototrop bakteriya etdiyinə görə 2-ə 5 uyğun gələcək. Qılafın xarici hissəsində hüceyrə divarı əmələ gətirir. Elə bakteriyalarda xarici divar, hüceyrə divarı olduğuna görə 3-ə də 6 uyğun gələcəkdir. Sonra cinsi prosesdə 6 invizor təli iştirak edibsə, biz bilirik ki, invizor təlilikdə elə 6 dənə olursa 6 əmələ gələr. Çünki bunlarda konjugasiya bunların sayını artırmırdı. Sadəcə möhtəviyyatın dəyişməsi hadisəsi baş verirdi. Burada Günəbaxanın ümumi çiçəyin sayı 500 dənədir. Didişəkli çiçəklər 200 dənədirsə, orada meyvə əmələ gəlmirdi. Ancaq 300, 500 çıxsın 300 bərabərdir. 300 çiçəkdə meyvə əmələ gələcəkdir. X bərabərdir 300 olacaqdır. Zəncirotunda hamısı didişəkli olduğuna görə elə 200 dənə çiçəyi varsa 200 də didişəkli çiçək olur. 200 dənə meyvə əmələ gəlmiş olur. Demək düzgün cavab nə oldu? 300 üstəgəl 200 bərabərdir 500 olacaq. Deyir 3 rəqəmi ilə göstərən 3 nədir? 3 çəyirdəkdir. Çəyirdək nə idi? Meyvə yanlığının daxili odunlaşmış hissəsi sayılırdı. Meyvə də nədən əmələ gəldi? Yumurtalıqdan. Onun üçün yumurtalığın divarından da əmələ gəlirdi çəyirdək. Sonra deyir qaranlıqda olan xlamidomonada hüceyrəsinin su hövzəsinə işıqlı sayəsində keçməsi nə əlaqədardır? Biz bilirik ki, qırmızı gözcük işığı qaranlıqdan seçir. Demək burada qırmızı gözcük olmalıdır ki, işığı qaranlıqdan keçsin. Bir də keçməsi nə ilə əlaqədardır? Biz də bilirik ki, xlamidomonada qamçını hərəkət edirsə, hərəkət eləməsi üçün də qamçı onu hərəkət elətdirəcəkdir. Mənim fikrimcə cavab burada 3-4-dür. Sonra şibələrdə baş verən prosesi göstərir. Biz bilirik ki, şibələr iki aləmin birləşməsinə əmələ gələn bir canlılardır. Tərkibində göbələk olduğuna görə sporla çoxalma prosesi baş verir. Toxum vasitəsilə çoxalma, xeyr, toxum vasitəsilə çoxalma baş vermir. Xemosintez bunların tərkibində bakteriya olursa, bu bakteriya xemosintezli bakteriya olmur. Yalnız və yalnız siyanobakteriya ola bildiyi üçün bu da fotosintezli bakteriya ola bilər. Demək 3 götürmürük. Fotosintez hadisəsi baş verə bilər. Bəli, tallomun hissələrə bölünməsi ilə, bəli, tərkibində şibənin özü tallomun hissələrə bölünməsi yolu da çoxala bilər. Sonra rüşeymin protalın yaranmasından başlayaraq erkək qıcının inkişaf mərhələsinin ardıcıllığını deyir. Biz bilirik ki, birinci yetkin fərd olmalıdır. Qeyri-cinsi yolla çoxalma olduğuna görə sporangilər, sporangilin içində sporlar olur. Sonra həmən sporlar düzəlir, protal yaranır və protalın altına qametlər yetişdiyindən olduğundan qametlər birləşib zigot yaratdığına görə olur rüşeyimli protal. Yəni cavab nə oldu? Cavab oldu 4, 5, 3, 1 və 2 oldu. Şibi haqqında olanlar deyin. Ona əmələ gətirən orqanın hər ikisi prokaryot. Xeyr, bu mümkün deyil. Biri prokaryot, o da siyanobakteriya olub, digər eukaryot olur. Prokaryot canlı ilə eukaryot canlı əmələ gələ bilər. Düzdür, 2 düzgün olur. Şibiyə əmələ gətirən canlıların hər ikisinin izolasiya olunmur. Xeyr, niyə? O daha da olunur. Şibiyə əmələ gətirən canlılardan prokaryotun daxil olduğu aləmin bəzi nümayəndə, bəli, daxil olduğu aləm dediyinə görə bakteriyaların daxil olan aləmində xemiotrof, yəni xemiotrof yolu qidalanma yalnız bakteriyalara aiddir. Bu cavab düzgün olur. Şibiyə talomunun qabıq qatını sıx dolanmış göbələk iflərə gətirir. Bəli, göbələk bunların tərkibində var deyə var. Şibələrin fotosintez prosesi sürətli gedir. Xeyr, fotosintez prosesi sürətli getmir, zəif gedir. Sonra keçdik bu xəstəliyə. Bu sual baxaq, sümüklərin əyilməsi diri danın çatışmaması olduğuna görə rəxət xəstəliyidir. Əzələ zəifliyi, ürək fəaliyyəti zəifliyi, sinir sistemi deyirsə, B qrup vitamin çatışmamazlığı beri xəstəliyidir. Diş ətinin qanaması, dişlərin tökülməsi skorbut xəstəliyidir. C vitamini çatışmasına yaranıb, amma dərinin, gözün zədələnməsi, böyüməyin zəifləməsi bu isə heç birinə aid olmur. Mən düşünürəm ki, bu A vitaminin və yaxud da hətta B qrup vitaminlərində də bu əlamətə rast gələ bilərik. Keçdik bu bir situasiya sualına. Deyir, müəllim şagirdləri botan bağında gəzdirir və bunların çiçəklərinin və çiçək qruplarının fərqli olduğunu görür. Çünki biri qarğıdalıdır, biri Günəbaxan və bunlardan soruşur. Meyvə yaranarmı? Birinci suala baxaq. Biləpərlər bitkisinin çiçəklərində neçə ədəd meyvə yaranar və bu bitkinin bütün çiçəklərində neçə ədəd bitişik tuturu ola bilər? Biz bilirik ki, bunların içərisində biz bilirik ki, bunların içərisində 10 dənə dişi çiçək varsa, dişilər meyvə verəcəkdir də, düz demirəm. 10 dənə dişi çiçək qardalda meyvə vermiş olacaq. 600 dənə pol şəkli çiçək varsa, 600 dənə Günəbaxan bitkisində meyvə əmələ gəlmiş olacaqdır. Bizə də sırf biləpəli bitkinin soruşduğuna görə, biləpəli bitkilərdə qardalı olduğuna görə qardalının 10 dənə dişi çiçəyi meyvə vermiş olacaqdır. Və neçə ədəd bitişik çiçək oldu deyəcəkdir. Taxılan çiçək tütünü biz bilirik ki, 2 çiçək pərdəsi
pərdəsi 2 çiçək pulcuğu olur. Əgər erkəkcilik çiçəksə 3 erkəkcik D0 olacaq. Dişicilik çiçəksə D0 Y1 olacaqdır. Buna uyğun və bu da deyir ki, bizə neçə ədəd pişik olacaqdır. Biz götürəcəyik ancaq dişicilik çiçəyi. Çiçək pulcuğunu yox, çiçək pərdəsini götürdüyünə görə birində 2 dənə çiçək pərdəsi olduğuna görə onu da vuracaq 2-yə, eləcə 20 dənə. Demək burada cavab 20 dənə olacaqdır. 29-cu sual, X-i tapın. Eyni çiçəyin içərisində həm mitoz, həm də meyoz prosesi gedən neçə çiçək var? Eyni çiçəyin içərisində həm mitoz, həm meyoz. Qardalının dişisində də, erkəyində də fərqi yoxdur. Qametlər əmələ gəlirsə, meyoz bölünmə, bədənin özündə də mitoz bölünmə getdiyinə görə bu ikisini də götürürəm. Amma yalancı diri şəkilli çiçəklərdə bu proses baş vermir. Ancaq bor şəkilli çiçəklərdə baş verir. Demək 600 dənə bor şəkilli çiçək, üstəgəl 30 dənə çiçək, 630 dənə çiçəyi misal cəmini götürə bilərəm. Sonra çiləpəli bitkilərin çiçəklərində hansı çiçəyində və neçə belə çiçəkdə meyoz prosesi getməz. Bəli, çiləpəli bitki dediyinə görə biz günəbaxanı götürürük. Günəbaxanda 600 bor şəkilli çiçəkdə meyoz prosesi gedir, 400 şəkildə isə meyoz prosesi getmir. İzahatımız bu qədər.